Və aleykümselam və rəhmətullahi və bərəkatuhu. Yəni əməlin ixlaslı olmasının əlamətləri çoxdur və 3 dənə əsası qeyd edəcəm sizin üçün. Və bu əsasa fikir versəz, yəni insan da yəni bilir ki, əməl ixlaslıdır yoxsa yox. Bunlardan birincisi odur ki, sənin gizlində və aşkarda etdiyin əməllər eyni səviyyədədir. Məsələn, nə deməkdir bu? Birincisi odur ki, sən məsələn evdə namaz qılırsan, gecə namazlarına durursan və yaxud da ki, sünnət namazlarını qılırsan, necə ixlas və xuşu ilə qılırsansa, insanlar arasında olanda da bu dəyişmir. Bu ixlasın əlamətidir. Və ola bilsin ki, insan evdə, məsələn, belə deyək, namazını tez-tez qılır, əhəmiyyət vermir, amma insanların arasında olanda çalışır ki, insanlar görəndə xuşu ilə qılsın, yəni insanların gözündə gözəlləşdirirsə namazını, bu ixlassızlığın əlamətidir. Və o kəs ki, onun sirri ilə, deməli, gizliliyi ilə aşkarı eynidir, bu ixlasın əlamətidir inşallah. Və hətta möminlərdə daha əfzal olur. Çünki möminlər necə edirlər? Onların gizliləri aşkarından daha salih olur. Gizliləri aşkarından daha salih olur. Yəni gizlidə daha xuşu ilə namaz qılır. Daha Allahla irtibatı gözəl olur. Və sənin əgər xülasəsi odur ki, birinci əlamət gizli ilə aşkar eyni olmalıdır. Sən məsciddə də o xuşu ilə namaz qılırsan, insanların önündə də və evdə də olanda, gizlində də olanda o dəyişmir. Yəni heç bir dəyişiklik baş vermir. Bu ixlasın əlamətidir. Və həmçinin ikinci əlamət odur ki, sən o əməlləri eşitdirməyə çalış, yəni sənə ya mədh ya da ki, təriflənmək ya da ki, məzəmmət olunmaq sənin əməlinə təsir eləmir. Nə deməkdir bu ikinci əlamət? Yəni ki, məsələn, sən onu gözləmirsən ki, məsələn, filan kəs səni tərifləyəcək. Məsələn, sən sədəqə verirsən birisinə. Çünki insan əməl nə üçün edir? Allah üçün edir də. Allahın üzü üçün eləyir və insanlardan heç bir tərif də gözləmir. Əgər sən əməli etdikdən sonra sənin içində o əməlin qarşılığında insanlardan təşəkkür gözləmək varsa, rəğbət varsa, bu ixlasdan deyil. Yox, əməli etdikdən sonra sən o əməli etməmiş kimi həyatına davam eləyirsənsə, o deməkdir ki, sən ancaq Allahın üzü üçün edirsən. Və insanların təşəkkür etməsi və yaxud da etməməsi sənin qəlbinə təsir etmir. Məsələn, insan var ki, sədəqə verir. Sədəqə verdiyi insan buna təşəkkür eləmir. Və bu insanın qəlbində sıxıntı yaranar ki, subhanallah, sədəqə verdim, Allahın sağ olun da demə deyə. Bu ixlasın əlaməti deyil. Çünki Allah Quran-ı Kərimdə buyurur ki, möminlər haqqında, yəni onlar yedizdirərlər və deyərlər ki, "Lə nuridu minkum cəzəən və lə şukura." Biz sizdən nə bir qarşılıq, nə də təşəkkür gözləmirik. Biz sizdən nə qarşılıq, nə də təşəkkür gözləmirik. Ona görə də insan əgər qəlbində bu şeylər yoxdursa, bu ixlasın əlamətidir. Sən verdin və salam. Artıq Allah üçün etmirsən. Nə təşəkkür gözləmə, nə də bir qarşılıq gözləmə. Bu da ixlasın inşallah ki, əlamətlərindəndir. Və üçüncüsü isə əməllərini şəhadət gətirmə. Yəni bu nə deməkdir? Şəhadət gətirmə, yəni şahidlik eləmə. Məsələn, bir insan əməl eləyir, gəlir gizlində bir əməl eləyibdir. Və gəlir insanlar içərisində bunu danışır. Niyə danışır? İnsanlardan cəza gözləyir. Yəni mükafat və yaxud da tərif gözləyir. Məsələn, o gəlir bir xeyir əməlini danışır ki, insanlar içində ki, cəzakallah xeyr, maşallah, əhsənt. Yəni bu cür qarşılıq verirlər, insanlar səni tərif. Yox, sən heç vaxt gizlində etdiyin əməlləri insanların içərisində danışma. Məsələn, gecə namazına durmusansa, məqam o yerə çata bilər ki, sən onu aşkar eləməyə sənə vəsvəsə ola bilər. Yəni şeytan tərəfindən və yaxud da nəfsin sənə bu şey gözəl göstərə bilər ki, məqamdır. Yəni hansı ki, gecə namazından danışırlar və yaxud da gecə namazından hansısa surə oxumaqdan və yaxud da nə qədər oxumaq, belə şeylərdən danışırlar. Sən dedi ki, bugün mən bunu oxudum və yaxud da belə elədim. Mən və yaxud da gecə namazını bu qədər oxuyuram. Yox, özünü saxla. Çünki bu səninlə Allah arasında olan şeydir.
baş yara çıxartma insanlardan sənin tərifləməsini və yaxud da sənin əməlinə qarşılıq. Çünki əməlləri nə üçün edirik? Allah Taala üçün edirik. Biz insanlardan bunun qarşılığında, yəni sən etsən bunu, tərifdən başqa bir şey görməyəcəksən, bu sənin üçün heç bir xeyri yoxdur. Amma Allah Taala qiyamət günü o əməllərin qarşılığı olaraq sənə mükafatını da verən odur. Səni cənnətə salan bunun qarşılığında olur. Və inşallah ki, bu üç əlamət inşallah ki, ixlasın əlamətlərindəndir. Doğrusunu Allah bilir.